Deməli, əksəriyyət hazırdır. Belə görürəm. Var hazır olanlarımız. Hazır olmayanlar niyə hazır deyirlər? Soruşmaq ayıb olmasın. Dərsini yoxmuyursunuz. Dərsdən icazəsi çıxmaq olmaz. Yaxşı. Lap yaxşı. Test işləyirsən. Testlərdən alsan. Türkan Əmrahova. Buyurun müəllim. Say sistemləri neçə yerə bölünür? Mövqeli mövqesiz. Düzdür. Rəvan Əliyev PDF ümumi yükləmişəm axı dərslik başlığında, Classroom'da. PDF, dərs PDF var, test yoxdur. Testi bin verəcəm. Mövqeli mövqesiz, düzdür Türkan. İkili say sistemində hər bir rəqəm nə qədər yer tutur? Türkan Əmrahova ilə davam edirəm. İkili say sistemində hər bir rəqəm nə qədər yer tutur? Müəllim, ikili sistemində 1, 8-likdə 3 bit, 16-lıqda 4 bit. Doğrudur. Günel Sistemdə isə uyğun olaraq demişdik ki, məsələn, hansı ədədlərin arasında yerləşirsə, onlardan hansı böyükdürsə, onu götürürük. düzdür, düppələm düz. Günel Qasımova. Səs açın, sualıma cavab verin. Siz mənə deyin görək, 68 onluq ədəd yaddaşda nə qədər yer tutur? Dərsdən çıxmayın. Bil 68 onluğa keçirsə üstünə 0,1 yazışır. Yox, yaddaş soruşuram hələ. 68 onluq ədədin özüdür elə. Nə qədər? 64-dən 128-in arası 207 7, edir. 7 bit yer tutur, doğrudur. Doğrudur, yaxşı. Onluq say sisteminin ən böyük üç rəqəm ədədini deyiyorum. 7, 8, 9. Ən böyük rəqəm ədədi Leyla Abdullayeva desin. Ən böyük rəqəmli, tək rəqəmli 9-dur. Ondan böyük rəqəmli deyirsə 3 dənə. 999 düşüb. Düzdür, düzdür. Amin İsmiyev. Tamam müəllim, bəli. Siz mənə deyin görüm, istənilən say sisteminin üç rəqəm, ən kiçik üç rəqəm ədədi hansıdır? İstənilən say sistemi. Kiçik üç rəqəmlərdir. 1, 0, 0. Düzdür, bölün düz, 100. Kiçik say sistemindən onluq say sisteminə tər gələr Yamin. Bir say sistemindən onluq say sisteminə. Deməli, mən onluq say sisteminə keçmək üçün dedik ki, say sisteminin verilən ədədlər sağdan başlayaraq üstlərindən sıfırdan sıfırlayaraq rəqəm yazırıq. Sonra ayağındakı yəni ikilik say sistemlərindən vuraraq həmin rəqəmləri say sistemi yəni 2-yə vuraraq Və qüvvətini yazırıq. Aydın, başa üstünə düşdüm. qüvvətləri üstünə yazırıq. Bəli. Kompüterin yaddaşında Amin hansı say sistemindən istifadə olunur kompüterdə? İkilik say sistemindən. İkili say sistemində. Bütün riyazi əməliyyatlar hansındadır Amin? Onluq say sistemi. Düzdür. Aybəniz Aliyeva. Bəli. Onluq say sistemindən hər hansı bir say sisteminə keçid edəndə nə edirik? Say sisteminin hər hansı say sistemini keçəndə, məsələn, 11-i ikilikdədir, onluğa keçirdəndə başlayaraq 0-1 şəklində nömrələyirik. Daha sonra 1 vurulsun həmin say sisteminin əsası, sonra onun qüvvətində nömrələdiyimiz rəqəmləri yazırıq. Düzdür, yaxşı. Yox, düzdür deyil. Hə, sən bölməyi dedin, eləmi? Yoxsa nətər dedim? Onluğa keçirtmək demədiniz mi? Onluqdan keçmək. O eybi yox, onu da dedin, lap yaxşı. Sualı özüm dolaşdırdım beynimdə. Onluqdan və başqa say sisteminə keçəndə nə edirik? Say sistemini keçəndə həmin say sistemin əsasına bölürük. Hə, düzdür, yaxşı. Sən mənə denən görüm, bu yazılış düzdürmü? Bu yazılış onluğu adətən yazmırıq. Onluq say sistemində 16 yazılışı düzdürmü? Düzdür. Düzdür. Yaxşı, səhvdir deyənlər? Var. Düzdür. Bax, bu 16 deyil ha. Bu 1 və 6-dır. Onu 16 deyə oxumayın. Onluq say sistemi tərkibində 0-dan başlayaraq 9-a qədər ədədlərimiz yox idi mi? Buradan 16 yaratmışıq da. 1 ilə 6-nı toplayıb 16 yazmışıq. Yaxşı. Xaliq Meydanov. Bəs bu yazılış düzdürmü? Deyil mənim səhvdir. Səhvdir deyirlər. Aytac İbrahimova düzdür bu yazılış? Səhvdir. Səhvdir müəllim.
Düz deyənlər. Yoldaşlar, bu yazılışın nəyi səhvdir ki? 16 say sistemində 0-dan 9-a qədər 1 ilə 6 yoxdur. Bir, ümumiyyətlə, bu düzdür, düzdür. Bax burada bunu 16 deyə bilmərik. Bu 1 və 6-dır. 1 və 6-dır. 16 o halda, ümumiyyətlə 16 ola bilməz 16 say sistemi tərkibində. Bunu bilirik. Belə deyək. 16 bax buradakı 16 nə tər yaranıb? 1 tutaq ki, böləndə qalıq burada qalıbdır. 6 burada qalıbdır. Birləşdiriblər olub 16. Amma bütöv şəkildə 16 ümumiyyətlə ola bilməz. Yəni bütöv şəkildə ondan yuxarı rəqəmlə ifadə edə bilmərik. Yaxşı. Başqa görüm kimə sual verim. Ayşə Səmədova. Bəli, müəllim. 16 say sisteminin böyük rəqəmi nədədir? 99. 16 say sisteminin böyük rəqəmi nədədir Ayşə? Ən böyük. Ən kiçik tək rəqəm nədədir? Cütür. Aha. 9. Ən kiçikdən söhbət gedir. Ən kiçik istəniləndə 0 və 1-lərdən yaradırıq. Yaxşı, sual diqqətlə qulaq as. Deyir ki, 16-lıq say sisteminin ən böyük rəqəmli ədədi ilə ən belə deyək, böyük bir rəqəmli ədədinin bir-birinə olan nisbətini tapın. Təzədən deyirəm. 16-lıq say sisteminin ən böyük rəqəmli ədədi ilə 16-lıq say sisteminin ən böyük bir rəqəmli ədədinin bir-birinə olan nisbətini tapın. Qaydasını desəm kifayətdir. 9-a bölmək deyil, yəni. Yox. Bax bu məsələn bu bölmə əməliyyatı var da burada. İndi burada nə etməliyik biz Ayşə Səmədova? Bunlar deyir ki, onluğa gətirməklə hesablayırıq. Gətir görüm bunları onluğa. Sən məni şübhələndirdin. 0 birlərlə yazırıq. Aha. Yazanda da elə 15 vuraq 16 üstü 1, üstə gələk 15 vuraq 16 üstü 0. Bu da şeydir. Riyaziyyat müəllimi idin, eləmisən? Əvvəl hər zaman bir an var biləm. 240 üstə gələk 15. Aha. Aşağı del 15. 255-i də 15-ə böləndə düşür 17. Bəli. Dərsdə olmuşsan da keçən dəfə. Yox, mən olmuşam. Eləmi? Yaxşı. Leyla Abdullayeva. 372 onluq ədədini yaddaş üstümü deyin görüm. Şamba Sadiqova. Şəms Məmmədova. Zəhmət olmasa sual təkrar edə bilərsiniz. Yaddaş tutumu neçə bit yer tutur? Deməli, bu yerdə əslində biz bunu 2 üstü n şəklində götürürük. Buradakı xüsusilə də 512 ilə səhv etmirəmsə 256 arasındadır. Bu səbəbdən də deməli 2 üstü 8, yəni 9 bit olaraq götürməliyik. Ümumilikdə 9 götürürük. Düz 9. Yaxşı. Ələkbərov Aytən. Var idin dərsdə Ələkbərov Aytən keçən dəfə. Səs açın. Kimin adını çəkirəm, səs açın. Bəli. Onluğa gətirin görün bu rəqəmi. Deməli 1000 bu neçədir? 1101 onluğa gətirmək üçün deməli sağdan sola 0-dan başlayaraq sayırıq. 0 1 2 3 4. Daha sonra 1-i vururuq 2 üstü 4-ə. Sonra 1-i vururuq 2 üstü 3-ə, 1-i vururuq 2 üstü 2-yə, 0-ı vururuq 2 üstü 1-ə, 1-i də vururuq 2 üstü 0-a. Daha sonra hesablayıb tapırıq qiyməti. Düz. Bahar Sərkərzadə dərsdədir. Bəli. Tapın görək 69 onluq ədədi 16-lıqda nəyə bərabərdir? 69-u 16-ya bölürük ancaq. Böl görüm. 3 dəfə 64 çıxırıq. 4 dəfə olar. 4 dəfə 64 çıxırıq. O deyir 44. 45. Riyaziyyat mənə də yanıldırsın. Ülkər Sərkərzadə. Bəli. Siz mənə deyin görək 81 onluq ədəd 9-luqda nəyə bərabərdir? Onluqdan keçəndə şey deyildi, 8-i məsələn 1 üstü 0 olur. 8 Onluqdan keçirsən ha Ülkər.
Onluqdan keçəndə bölürsən. Dərsdə yox idi mu? Yox idi mu keçən dəfə? Hı -hı. 8 düşür. Sən nə danışırsan? 9-a bölürsən. 9-a. 81-i 9-a. Yox idi mu keçən dəfə dərsdə? Bilmirəm. Say sistemim biraz zəif bilirəm ona görə. 81-i 9-a bəndə nə düşür? 9 düşür. Dəqiqmi? 100%. Qalıq 0. Cavab 90 olur. Ha, Yox, 9 da 9-a bölünür. 1 qalıq 0. 9-a bölür. Nəcibə Məmmədova cavabı səhv yazdığına görə səs açsın və suala cavab versin. Müəllim 100 yazmaq istəmiş. Bəli. 35 artılıq say sistemini üçlükdə ifadə eləmək üçün nə edəcəksən? Birinci onluğa gətiririk, sonra üçlüyə. Gətir görək də. Hə, onluğa gətirəndə üstünə 0, 1 yazırıq. 3-ü vururuq 6-ya, üstə gəlirik. 5-i vuruq 6-ya, üstə 0. Bəli. Üstə 0, o deyir 18 üstə gələk 5, o deyir 23. Cavab 23 olur. Yox, o onluqdadır. İndi Aha. keçirik üçlüyə. 22-i də bölürük 3-ə. O deyilir 7, 21, 2 qalır. Sonra 7-ni yenə bölürük. Yanında dəftərim yoxdur mənim. Şifahi. Şifahi neybi? 1 qalır. Sonra 2, 1, 2. Düzdür. Misal, müəllimlik mi oxuyursunuz siz? Nəcibə. Və səsiniz niyə dolaşır? Müəllimin belə səsi coşdurmalı deyil. Və siz MİQ müsahibəsindən də alacaqsınız. Fidan Rəfiyeva. İngilis dili. Teacher. Hoş görüm səsi. Hələ ayağa düşürlər kimsə adını çəkəndə. Fidan Abbas. O da səs açam. Nə oldu Mustafa? Mənim dərsim elə olur da. İlahə Mehdizadə. Müəllim, mən keçən dəfə bu dərsdə olmamışam, bilmirəm. Daha nələr başladı. İşıq da keçmişdi mi? O dərsində uşaqlar deyir, işığımız keçmişdi. Nə bilim nə olmuşdu? Qonaq getmişdik. Qonağımız demişdim. Elmira Yusifova. Sizin də işıqlar keçmişdi mi Elmira? Bəli, müəllim, özü də həqiqətən 2 gün. İzaha da baxmamış olarsınız. Yarıya qədər baxmışdım. Onda siz mənə cavab verin görüm. Sual da beynimdə qarışdı. FB 16-lıq say sistemini 10-luğa getiriyorum. Buradan etmək. Şırın keçdiyi yerə düşdük deyəsən. Hava Mürsəlova deyəsən. Onluğa keçmək üçün deməli F16-dır. Dəqiq olsun. Kim öyrədib onu sual? 0-1 yazsan birinci. F15 də özü 16 deyil. 16'da 16 nə gəlsin? Hə, 0-1 yazdıq. Sonra 16 yox, 15-i vurursan 16 üstü 1. Plus B də 11-dir. 11-i də vururuq 16 üstü 0. Nə şey səhvə görə. 15-16-ya vuranda 240 edir. 240 plus 11 O da edir 251. 251 10-luqda aldıq. Yaxşı, getmək yoxdur. Bunu da keçir. Neçəyə keçsin? 8-ə keçir görüm bunu. Qaydasını bilsən kifayətdir. Sən də 251 8-ə bölürük. Hadi bilirsən yaxşı. Ayrı kim sual cavab eləmək istəyir? Kim həyəcanlanmaq istəyir? Jalə Sadiqova. Jalə Sadiqova. Cavab vermirlər arkadaşlar. 7777 8-li ədəd yaddaşda neçə bit yer, neçə bayt yer tutur? Xariq elə özü desin. Bəli. 78'den 6'ya sonra biraz da 0, 1, 2, 3, 4 bozuk edipler. Onu kim öyrədib sağ? Onunla kesin ders yapmaya kalmıştı. Həcc yaddaşı soruşanda 8-likdə Hə. bayaq Yox. kim idi dedi? Türkan idi. De. Ay yaxşı görək bölmürsən. Yaddaş həcmi tapırsan. 1, 2, 3, 4 dənə rəqəm var. 8-likdə hər rəqəmimiz 3 bit yer tutur deyə 4 vuraq 3 bərabər 12. 12 də sonra 8-ə bölürsən, ixtisarlarını aparırsın. 4-ə aparsaq burada 2, burada nə qalır? 3, 1,5 megabayt. Hə. Fikriniz dərsdə olsun. Keçirəm təzə dərsə.
Dərsin davamına. Nuridə Əliyeva. Düzdür. Deməli, say sistemlərində 2 dənə keçid qalıb. Biri ikilikdən 8-liyə keçiddir və tərsinə keçid 8-likdən 2-liyə keçiddir. Biri də ikilikdən 16-lığa keçiddir, bir də onun tərsinə olan keçidlərdir. Bu keçidləri bilsəz, heç onluğa gəlib bölməyə ehtiyac yoxdur. İkilikdən rahatlıqla həll edə biləcəksiniz. Başlayaq ikilikdən 8-liyə gəlmək qaydasına. Deməli, ikilikdə hər hansı bir rəqəm yazırıq, belə bir rəqəm. Və deyir ki, bu 8-liyə keçsin. İndi biz öyrənəcəyimiz qaydanı bilməmiş olsaq, məcburuq ki, bunu 0, 1, 2, 3, 4, 5, hər hansı bir x ədədi alaq, onu da bölə-bölə gedək, tapaq ki, görək nədir. Amma indi elə bir qayda var ki, rahat qaydadır, sadə ilə bunu həll edirik. Deməli, ikilikdən 8-liyə keçəndə verilən ədədi arxadan başlayıb 3-3 sayırıq. 1, 2, 3 və bölürük. 3 bu tərəfdə qalır, 3 bu tərəfdə. İndi nə qədər çox olsa, məsələn, nümunə üçün yazıram. Görsən 3 dənəsini də artırdım. Yenə 3-3 bölsün. Deməli, birinci işin nədir? 3-3 sayıb bölməkdir. Sonra 8-in qalıqsız bölünənləri var. 4, 2, 1. 421-i hərəsi bir rəqəmin üstə uyğun gəlmə şərtilə yazırıq. 421, 421 şəklində. Deməli, birinci işin nə olacaq? 3, 3 böl. İkinci işin 421-i üstə yaz. Və baxıram. Bir dənə fikir versəz, bu 4-ün aşağısı 0. Bu mənə lazım deyil. Aşağısı 1 olanlarında üstləri toplanır. Görürsən, bunun üçün də aşağısı 1-dir. Toplanırıq. 4, 2, 1 toplayanda nə alırıq? 7. Bu ikisini də toplasaq 3 alırıq. 73. Bir dəqiqə tələsməyin, birini də izah edirəm. Başa düşəcəksiniz. Məsələn, ikilikdə verilibdir belə bir rəqəm. Birinci qaydan nə dedim? Saat bölmək lazımdır. 1, 2, 3-ü. 1, 2, 3-ü. 3-ü də burada qaldı. İkinci qayda nədir? 4, 2, 1 niyə? Çünki 8-in qalıqsız tam bölünənləri 4-dür, 2-dir, 1-dir. Bir də 8-in özü var, amma 8-lik say sistemi 8 olmalı üçün biz onu daxil eləmirik. 4, 2, 1 oradan gəlir. İndi bunların üstünə nə yazaq? 421, 421, 421 yazdıq. Nəyin aşağısı 0-dırsa atırıq gedir. Bunu da atdıq, bunu da atdıq. Nəyin aşağısı 1-dirsə üstlər toplanır. 4, 2, 1-i toplasaq 7. Burada bir dənə 4 qalır. 4. Burada da 4 ilə 1 qalıb toplayırıq 5. 745. Başa düşdükmü? Birini izah edeyim mi? Gəlin birini izah edeyim yaxşı. 1, 1, 1, 1, 0, 0, 1, 1, 1. Bir dənə də bir böyük bir rəqəmdir. Bunu indi 8-liyə gəlmək üçün birinci işiniz 3-3 saat böldünüz. Xalq Meydanov. Müəllim, həmişə biz bunu 421 yazırıq üstünə. 8-likdən 8-liyə keçəndə hə. Amma bizə başqa şey versə yaza bilmərik onun üstünə. Yox, başqa iş yazaq. Bax 3 niyə bölürük Ülkər? Bax 8 2 üstü neçədir? 3-dür. Ona görə 3 bölürük. Niyə 4 2 1 yazırıq? Çünki 8-in qalıqsız bölünənləri 4 2 1. Qayda 3 böl 421-ni yaz. 421 421 400. Burada səhv bölmüşəm bax. Başımı söhbətə qatdınız. 3 1 2 3 1 2 3. Bu tək qal 3-ə çatmırsa qabağına bir dənə 0 atırıq. Deməli 421 421 421. Burada da görürsüz 3 dənəyə çatmayıbdır. Qabağına 0 atırıq ki 3-ə düzəlsin. 421. İndi aşağısı 0 olanlara baxıram. Bunun aşağısı 0-dır, getsin. Bunun aşağısı 0-dır, getsin. Bunun aşağısı 0-dır, getsin. 2 ilə 1 toplasam 3 alaram. 4, 2, 1-in hamısı yerində qalıb toplasam 7 alaram. Burada 1 qalıb yazıram yerinə. Burada da 7 qalıb yazıram yerinə. Hamı başa düşdüsə, misal. Qayda bir də ki 16-lıq say sisteminə də aid olunurdu, səhv etmirəmsə. Bəli, orada gələcək, bəli. Buyurun, rəqəm yazın və 8-liyə keçin. Nuray Mir Həşimova. İzah edin zəhmət olmasa. 3-3
Böldüm müəllim orada. Yaxşı elədim. 1, 2, 3 böldük. 1, 2, 3 böldük. Bax, bu ikisi tək qaldı. Buna verək. Onda 0 əlavə edirik. Sonrası. Aşağısı 0 olanlar gedir. Hə, yəni 421 yazaq. 421 421 üstlərini yazırıq. yazdıq. Sonrası. Aşağısı 0 olanlar hamısı gedir. Bax, məsələn, bunu Birinci sildik. tərəf qalır. 3, 7, 7, 7 aldım mən. Dəqiq. Sonra 3. ikinci qrafa 5, Aha. ikinci qrafa 6, sonuncu da olduğu kimi qalır 7. Hə, səslər açıq da. Digər yoldaşların səsləri kiməsə açıqdır. Burada 2 ilə 1 qalır. Toplayırıq 3. 4 ilə 1 qalır 5. 4 ilə 2 toplayırıq 6. Burada da 7. Allah Nuray Emil Həşimova qəşəng izah verdim. Super. Yaxşı. Birini də izah edək. 2-likdən 8-liyə. Əvvəldə 5 dənə 1 var. Saymağa çalışırsınızsa. 5 dənə 1, 2 dənə 0, 3 dənə 1. Şəfiqə Şıxverdiyeva. Bəli, müəllim, izah edeyim mi? Bəli, bəli, elə. Deməli, ilk öncə sağdan sola başlayaraq üç hissəyə ayırırıq. Hansı rəqəmlərin alt hissəsində 0 varsa, onların üstünə xətt çəkirik və birincidən soldan sağa başlayaraq 1, 7, 4, 7, yəni 1747 alır. 1747. Ay Allah, çıx. Qəşəng. Hamı başa düşdü bu keçidi. Testlər işləyəcək birazdan. İndi bir də bunun tərsinəsi var. 8-likdən 2-liyə gəliş var. 8-likdən 2-liyə gəliş nətər olur? Birinci ona baxaq. Məsələn, 8-likdə bir ədəd verək. 76 ədəd olsun. Deyir, bunu 8-likdən 2-liyə gəlir. Yenə qaydanı bilməmiş olsa 0, 1 yazıb onluğa gətirib bölübə gedəcəkdik. O da istoriyadır, uzundur. Amma bu qayda rahatdır. Deməli, 8-likdən 2-lik sayı sisteminə keçən zaman 8-in qalıqsız bölənləri bir kənara yazılır. Bilirik ki, o da 421-dir. Və qayıdır baxırıq ədədə. Ədəddə 7-ni görürük. Bu üçündən hansını toplasam 7 alaram. Üçünü də. Ona görə üçünü də altda 1, 1, 1 yazıram. Sonra baxıram ədədə 6 var. Bunlardan hansını toplasam mən 6 verər. Təbii ki 4 ilə 2. Ona görə bunlara 1, buna isə bir dənə 0 yazıram. Bu 7-nin qiymətidir, bu da 6-nın qiymətidir. Gətirirəm 1, 1, 1, 1, 1, 0 olaraq yazıram. Bir dənəsini izah edirəm. İlk dəfədən biraz çətin ola bilər. Məsələn, nə versin? 654 8-li ədədini istəyir ki, gətirək 2-liyə. Deməli, 4, 2, 1 kənara yazırıq. Yoldaşlar, izaha tam axıra qulaq asın, ondan sonra sizə suallar verəcəm. İzaha baxsız, lap əlinizin içindən gəldi. Və qoy qulaq asaq hamımız. Deməli, 8-likdən 2-liyə gələndə 4, 2, 1-i kənara yazdıq. Sonra baxırıq ədədə. Ədədimizdə 6 var, düzdür? Bunlardan hansı mənə 6 verər? 4 ilə 2. 1, 1 buna yazıram. 0 bunun payına düşür. Sonra baxıram 5 var. 5-i hansı verər mənə? 4 ilə 1. 1, 1 buna düşür. Bu dəfə buna 0 düşür. Sonra 4-ü hansı verəcək mənə? 4-ün özü verəcək. 1 bunlara, 0 bunlara. Bu 6-nın qiyməti, bu 5-in qiyməti, bu 4-ün qiyməti. Gətirək ardıcıl yazaq. 110, 101, 100. Hamı başa düşdü? Kimə qaranlıq qalsaq, rica edirəm soruşun. Sual verəcəm. Nazlı Həsənovaya qaranlıq qalıbdır. Kimsə belə göz yaşları axır. Sormuşam onda müəllim. Hə. Yaxşı, yoldaşlar. İzah müddətində çox rica edirəm, nəsə yazmayın. Ola bilər ki, mənim özüm də bax görürəm ki, mesaj gəlir, diqqətim yayınır. Qoyun tam izah edeyim. Ondan sonra. Deməli. Yaxşı əzizlər, gəlin bunlara səbirsizlənməyin. Tutaq deyir ki, 347 8-li ədədini 2-liyə gətir. Neynisən? 8-in qalıqsız bölənlərini yazsan qırağa. Sonra baxsan ədədə 3 var. Bunlardan hansı 3 verəcəksə? 2 ilə 1. Bunlara 1, 1 yazdın, 4-ə 0 yazdın. Sonra 4-ə baxsan, 4 hansı verəcək də 4-ün özü. 1 yazdın, bunlara 0 yazdın. Sonra 7-ni hansı verəcək? 3-ü də 1, 1, 1 yazdın. 4-ün qiyməti, bu 3-ün qiymətidir. Bu 4-ün qiymətidir, bu da 7-nin qiymətidir. Gətirirsən ardıcıl yazsan 0, 11, 100,
Bir də 111. Əvvəldəki sıfırın da heç bir mahiyyəti yoxdur, silə bilərsiniz. Çünki sıfırdan ədəd başlamır. Hamıya aydındır indi. Gözəl, yaxşı. Tapın görək 65 8-li ədəd ikilikdə nəyə bərabərdir? Buna 1 qoyaq yazaq. O birinə də yazaq 76 8-li ədədi ikilikdə nəyə bərabərdir? O birinə də yazaq ikilik ədədi 8-likdə nəyə bərabərdir? O birinə də yazaq ikilik ədədi 8. İndi mən nə bilim mən onun hansını cavabıdır. Qabağına nömrəsini yazın bunu. Madı Hüseynova. Adı Mədinədir, yoxsa? Aytəkin Dəmirova yazıbdır ki, dərsdə qoşulmayacağam. İndi deyək qoşuluq. Rəsulzadə. Dördüncü izah elə. Müəllim, dördüncünü 8-i hələ yazmamışam, amma ona birincini Olsun, yazmışam. mənə yox. Oldu müəllim, yaxşı. Müəllim, deməli yazırıq 8-likdə 421-i qıraqda yazırıq, yəni hansı şəkildə. Bir dənə fikir ver, ikilikdən 8-liyə keçsən, bu bayaqki qaydadır. İkilikdən 8-liyə keçəndə hərəsini 3-3 bölürük. Nədə müəllim, hər birinə 421 yazırıq. Yazdı. 421 yazandan sonra harda 0 var olan üstü xətt deyirik. Aha. Sonra da müəllim, burada qalır 2. Burada qalır müəllim 2, 3 eləyir. Burada da müəllim 421, o da 7 eləyir. Əla. Ana xanım Qasımova, üçüncü. Deməli, üçüncü 3 yerə bölürük. 4, 2, 1 yazırıq. Sıfırları da ixtisar edirik. İkincisi də 1 gələndə 3, dördüncüsü də 1 gələndə 5, cavab 35. Nətər dedin? Yəni 3 yerə böldük. Aha. 4, 2, 1. Aha. Üçüncü neyisiz? Üçüncünü deyirəm, hə. Burada bax. Burada İraxor. mən də ona görə soruşuram. 1, 1, 1 qalıbdı. 4, 2, 1-i toplayanda ana xanım 7 eləyir. Bura 7. Burada 2 ilə 1 qalıb 3 eləyir. 73 eləyir. Mən üzrü sayma səhv keçmişəm. Olan işte. Olan işte, eybi yoxdur. Şamba 76. Deyirəm gözümüzü nə verəcəksən? 36-da müəllim 421 yazırıq. 7-ni tapmaq üçün 3-ün də cəmi 7 eləyir. Ona görə hərəsinin altına 1 yazırıq. 6-nın da cəmi 4-lə 2 eləyir. 4-lə 2-nin altına 1 yazırıq. 1-in də altına 0 yazırıq. O deyir 111, 110. Tüp bölümlüsü. Şəfiqə Şıxverdiyeva. Bəli, müəllim, buyurun. Birinci sual. Aha, birinci sualı izah edirik. Bir kənarda 8-i bölənlərini 4, 2, 1 yazırıq. Daha sonra 6 rəqəmini görürük. 6 rəqəmi 4-dən 2-nin cəmidir. Yazırıq ki, 1, 1, 0. 5 rəqəmi isə 4 və 1-in cəmi olduğuna görə 1, 0, 1 yazırıq. Nəticədə 1, 1, 0, 1, 0, 1 alırıq. Allah. Deməli, hamı başa düşdü. Tana da düşür ha bu say sistemlərindən sual. Hər gəlir sual. Elə bir şey yoxdur ki, say sistemindən sual kənarda qalsın. Həmişə də olur. Deməli, biz öyrəndik ikilikdən 8-liyə keçidi. Biz öyrəndik 8-likdən 2-liyə keçidi. Nəyimiz qaldı bizim? 2-likdən 16-lığa keçid və 16-lıq say sistemindən 2-lik say sisteminə keçid. Məsələn, 2-lik say sistemində yenə hər hansı bir ixtiyari bir rəqəm veririk. Bayaq 8 2-nin kubu idi deyə 3-3 bölürdüm. 16 2-nin üstü 4-dür deyəndə neçə böləcəm? 4-4 böləcəm. 1, 2, 3, 4 böldüm. 1, 2, 3, 4 də burada qaldı. Bayaq 8-in bölənləri tam 4, 2, 1 idi. 16-nın qalsız bölənləri 8, 4, 2, 1-dir. Ona görə bunların üstünə yazacağım 8, 4, 2, 1, 8, 4, 2, 1. Eyni qaydada. Bu atıldı getdi. Toplasam bunların hamısını 15 eləyəcək. 16-lıq say sistemində 15 yoxdur. Onun əvəzinə F yazırıq. Bunları da toplasam 11 eləyəcək. 11-i də yazanmaram. Onun əvəzinə B yazacağım. F, B.
Deyil, sizə sual. İkili ədədini 16-lığa gətirin. Deməli, 4 dənə 1 var. 2 dənə 0 var. Təzədən yenə 4 dənə 1 var. Müəllim, onda 2 0 qoyduq da başına. Hə. Çatmırsa, bəli. Rəvan Əliyev, zəhmət olmasa izah edin. Oğlum, birinci səsim yaxşı alır. Gəlir, əla, əla. Hə. Birinci 4-4 böldük başdan. Elə Əlbim bunun axırda 2 əliliyini. dənəsi, 2 dənə 1, belə deyim də, qarşısına 2 dənə 0 əlavə edirsiniz. Oradan 8, 4, 2, 1 ardıcaqların axıra qədər düzülür. Bəli. Başdan 2 dənə 0, 8, 4-ü gedir, qalır 2 ilə 1 toplayırıq 3. Opisində 2 dənə 0 var, başdan 8 ilə 4 toplayırıq 12. Axırda da hamısı toplanır. Bura Artıq bütöv 12 yazdım, 15. yoxsa nətər? İkinciyə 12 yazılır və Yox, 12, ondan sonra axı yoxdur 16-lıqda. elə yox. Rəqəm kimi yazıram, sonra 16-ğa sevirəm də, tam olaraq mən görürüm. Bildim. Burada da toplayanda 15 edir, 15 nəvəsin. Yox, 5 elə, sonra da yazır ki 3, 12 indi 16-lıqda C-dir, 15-də F ilə yazır. Əla. Üzülürsən dəqiq. Alo. Sağ olun, öyle sen arıyorsun. Ha, ne? Ha, ne işine gideriz? Gezeceksin mi sen? Ne işine gidersin benden elim. Yaxşı. Mən də deyirəm bu nəsib kök var da adı dərsə girmişəm, yadlarından çıxıbdım. Deməli. Nə deyirdim, iş yadımdan da çıxartdılar. Nə izah edirdim ay yoldaşlar? 12-likdən 16-ğa keçməyi mi? Hə, qayda əsasatdır. 4 4 böl 8 4 2 1 yaz. İndi tərsinə 16-lıqdan 2-liyə gələk. 16-lıqda verilmiş F9 bir dənə də olsun 3. 16-lıq ədədini istəyir ki 2-liyə gələk. Bayaq 8-likdən ətər edirdik. Kənara nə yazırdıq? 4 2 1 yazırdıq. İndi nə yazacağıq? 8 4 2 1 yazacağıq. Və baxacağıq. F15-dir. Burada baxım görüm 15 ilə hamısıdır. 1 1 1 1. 9-u almaq üçün 8 ilə 1. 1 1 0 0. 3-ü almaq üçün 2 ilə 1-ə. 1 1 0 0. Qalanı da bilirsiniz. Ardıcıl düzmək lazımdır. Ümumiyyətlə, bu gün 4 dənə keçid öyrənirdin. 2-likdən 8-liyə və əksinə. 8-likdən 2-liyə. 2-likdən 16-lığa və əksinə. Başa düşülməyən hər hansı bir keçid oldu mu? Olmadı ki. Yaxşı. Bunda sizə sual. 96 onluq ədədini ifadə edin. Deməli, 9-luqda. Sonra 69 onluq ədədini ifadə edin. 7-likdə. Üçüncü 1 1 1 0 1 1 1 2-lik ədədini ifadə edin. 8-likdə. Dördüncü 2-lik ədədini ifadə edin. 10-luqda. Set gedir, elə getməsin. Niyə çıxırsan? Çıxsan da izaha bax ancaq hafidən. 9AF 16-lıq ədədi 2-likdə 74 8-lik ədədi 2-likdə boş durmayın, hesablayın. 7-ci sual. Nə verək? 232 4-lük ədədi bərabərdə 10-luqda nəyə? 8-ci sual. 10 dənə yazacağım. 1 1 1 1 0 1 1 2-lik ədədi 16-lıqda 9-cu sual 99 bir də 8 nə deyək 16-lıq ədədi yazıyor olacaq.
98 16'lıq ədədi 10-luqda nəyə bərabərdir? 10-cu sualda belə olsun ki, 334 5 ədəd 10-luqda nəyə bərabərdir? Buyurun. 16-lıqdan 2-yə keçid yazmamışam. Mən qovum bunu dəyişim. Yazmışam, yenə də yazaq da. 404 B 7 16 ədəd 2-dən nəyə bərabər? İkinci 813'dür. Cavabı deyirsən. Cavabı axırda bir izah elətdirəcəm hamıya. 10 nəfər seçilmiş şəxs var aranızda. Niyə 67, 68 nəfərə düşdük? Hara getdi o 2 nəfər? Biri Fidan Edici azaldı qaçdı. Deməli, siz yazana qədər başdan bir başlayaq biz izah eləməyə. Nazim desin birincini. Birinci əvəzi 10-luqdan 9-luğa keçməliyik. Burada elə bir 9-a böləcəyik qalıq bölmə kimi. Sənə Nazim, 96-ı 9-a böləndə bunu kəsim götürüm ki, burada yer dar olmasın, sıx olmasın. Hə, təzədir. elə bir 96-ı 9-a böləcəyik. 96-nın tərkibində 10 dənədir elə bir 10. Qalıq 6 qalacaqdır. Onu da bir dəfə 9-a böləcəyik. Burada 1, qalıq 1. 116. 116. Yazın da siz yavaş-yavaş yaza gedin. Biz başdan izah eləyəcəyik. Gedirəm, görmədim. Hə, yaxşı. İndi elə. Yaxşı, yaxşı. Yaxşı, bir dəqiqə gözləyim, onda yazın hamınız. Məntiqdən nə keçirsiniz? Nətər gedir? Şifrələr mənim, yaxşı demək. Proqramlar. Şifrələrdən 4 dənəmdən sual düşür. Analog anagram sonra şifrə, nəsə keçmişsiniz sonra yoxsa? Aşkar operatorlar keçmiş. Aşkar keçdiniz şey. Sürətli yeriz. Maksimum məndən qova keçir. Heç nə olmaz, ona qoymayayım. Başlayaq, ya Allah. Başlamışıq, davam edək. Günlar Verdiyeva. İstəsən soran gəlmə Günlar. İkinciyi də görüm. Burada da eyni qayda ilə 69-u 7-yə bölürük. 69-u bölək 7-yə. Orada 7 9 dəfə. dəfə 9 dəfə, hə 9 dəfə düz deyil. 9 dəfə 7 63, qalıq da 6. Hə. 96-dır cavab elə. Və 96 9-da 7-yə bölürük. 9-u 7-yə bölürük. Bir dəfə eləmə. düz. Bir dəfə 126 cavabı qalır. Əla. Yaxşı, bir dəqiqə gözləyim, mən baxım buradan kim var. Lalə Muradova. Üçüncü. Üçüncü izah ediyorum hala. Üçüncüdə demək ikilikdən 8-li say sisteminə keçir. Demək bölürük soldan sağa doğru 421 sonra yenə 421 amma 4 bir dənə 0 artırırıq axıra. Mən əlimdə Yox, əyrilik var. Mən səhv bölürəm. Bu gözlə görüm buradan çıxır. Deməli toplayırıq. Neçədir? Mən burada şifaya baxıram. Deməli 3 edir birincinin cavabı. Çünki sıfırları atırıq. Cavabı 6 edir. 3 edir 367. Tüp bölümdüz. Əla. Xaliq Meydanov. Bəli, mən. Dördüncü sual zəhmət olmasa. Mən ikilikdən 10-luğa keçirik burada. Burada ardıcıl neydi? 0, 1, 2, 4 kimi yazılır, deməli. Bəli. 0, 1, 2, 4 kimi yazılır. Hara qoydum ben? 0, 1, 2, 3. 0, 1, 2, 3. Hə, bildim mən. 2, 1 vurulsun 2 üstü. Bir dəqiqə Xaliq, nə dediniz?
Zəhmət olmasa tekrar götürə bilərdiniz. Mən axırıncı 10 sualın şeyini görə bilmirəm keçidini. Neynim deyirsən? Bunu çəkim Ekran deyirsən. deyirəm, sağa Hə, çəkin. başa düşdüm, başa düşdüm. Üzrlüsən, günah məndən. Hə. Bəli, müəllim. 1 vurulsun 2 üstü 3. Hı hı. Üstə gəl 1 vurulsun 2 üstü 2. Hı hı. Üstə gəl 1 vurulsun 2 üstü 1. Üstə gəl 0 vurulsun 2 üstü 0. Axırıncı mənim 0-da onu götürmürük. 2 üstü 8 üstə gəl 2 12 4. Üstə gəl 2. O da bərabərdir 12. 14. Əstəğfurullah. Düzdür, bana düz. Yaxşı. Fidan Abbas. Fidan Abbas səs aça bilirsə, zəhmət olmasa. Beşincini. Yenə yazıram. Belə şifahi də mən yazacağım burada, narahat olma. 16-dan 2-yə keçsin. Bəlkə öyrəndiyimiz təzə qaydadır. Bir saniyə. İpucu vereyim. Kənara 8, 4, 2, 1 yazırıq. Biraz səs-küyü düzdür sayarsınız. Eyb yox, onda birazdan açarsan səs, heç namazay filan. Denən Ayşən bax. Mən burada 8, 4, 2, 1 yazırıq qırağa. Burada 9 almaq üçün 8 ilə 1-in altına 1, 1 yazırıq. 4 ilə 2-nin altına 0 yazırıq. Aha. A-nı almaq üçün A 10 eləyir. Yəni 10-dur. Ona görə 8 ilə 2 10 eləyir. Ona görə 8 ilə 2-nin altına 1 yazırıq. Digərlərinin altına 0 yazırıq. Aha. F də 15 eləyir. Bunların da obşu cəmi 15 deyə hamısının altına 1 Düz. Daha ardıcıl yazmağa ehtiyac yox. Bu bir demək olur. Mən deyim o birisini mən. Denə. Deməli, burada hansıydı? Ay, qatdım. Bir də. 6-cı da 6-cı sual. Hə, 74 idi də o. 74 8-likdə deməli 421 yazırıq. 4 2 1. Burada deməli 4 ilə 2-nin cəmi ümumiyyət hamısı da 3-ü də 1 1 yazırıq. 4 altına 2-nin də birində. O birisini almaq üçün 4-ü almaq üçün də bir dənə 4-ün altına 1 yazırıq. Digərlərinə 0 yazırıq. Düz bələm düz. Əla. Məryəm Azaylı. Düz bələm düz. Hə. Məryəm Azaylı mənim müəllim işlədiyim bir vaxtda fakültənin tələbəsidir. Filologiya. 7-ci sual. 7-ci sual 232-ni 4-lükdən 10-luğa keçirmək üçün. Əvvəlcə müəllim istənilən rəqəmlər yazacaq, yəni 1, 0, 2 yazacaq. Sonra 2 vurulsun 4 üstü 2, üstə gəlsin 3 vurulsun 4 üstü 1, üstə gəlsin 2 vurulsun 4 üstü 0. O da alınır 12, 21, 46 alınır da beləncə cavab. 4-ün kvadratı 16, 2 də vuranda 32. Üstə gələk 12 də bu eləyər, üstə gələk 2 də bu eləyər. Düz. Yaxşı. Kimə söz verək? Denən. Növbəti. Kim idi mən deyim deyən? Oy. Dedilər kənara çəkildilər. Nailə Rzayevanın hissəsini eşitməmişəm mən. Buyur görək, ay Nailə. Müəllim, burada 4-4 bölürük sağdan sola. Aha, Sonra üstünə 8, 4, 2, 1 yazırıq. yazıq. 8, 4. Üstə 0 gedir, 4, 2, 1, 7 olur. Aha, İkinci hissədə də 0 gedir, 8, 2, 1, 11 olur. 11-də B-dir. əla, Səs- gözəl, qəşəng. Eyb yox. Sonra. Ha, əl qaldırırsınız. Görüm kimlər. Aytən Ələkbərova izahləmək istəyir. Buyur Aytən. Deməli, burada 98-də 16-dan x10 onluğa çeviririk. Burada 0, 1 yazırıq. Sonra 1-in altında deməli 9 var. 9-u vurursan 16-ya, üstə bir yazsın. Hə, 16-yı vurursan 16-nın üstü 1 olur. Hı -hı. Daha sonra 8-i vurursan 16. 0. Əla, hesablama ehtiyac yox. Başa bildim. Yaxşı, əl qaldıran kimdir? Mən buradan görəmirəm.
Hamı qaldırıqdır maşallah. Danışmayanlardan eşit. Nərmin Pəllova. Pəllovadır yoxsa Xəllovadır sən soyadın? Nədir Pəllova? Əldə bəli. 10-cunu deyirsiniz də müəlliməyə. Bəli, hə. Hə, deməli, burada nətər olmuşdu? 16-dan 2-yə təzə keçiddir. Hə, deməli, 8, 4, 2, 1-i yazırıq. Yazdırıq. Burada 4-ü istəyir deyə 8-in altına 0 yazırıq. 4-ün altına 1, digərlərinə 0 yazırıq. Əla. B bizim olduğuna görə deməli 8 ilə 2-ni toplayırıq. 8-in altına 1 yazırıq. 4-ün altına 0, 2-nin də altına 1, digərlərinə də 0 Bir yazırıq. şey var ki B10 deyil axı, B11'dir. 1-dir. Hə, onda bu ikisinə bir yazdırıq. 1-in də altına Ay sağ ol. yazırıq. Sonra 7, 7 də deməli 4'ün 2'nin birinin altından 1 yazırıq. Qaldı. 1-in altına yazırıq. Düz, 8-ə 0 yazırıq. Deməli, yaxşı. Deməli, belə bir misallar da var. Deyir ki, məsələn, 56x üstə gələk. 37x bərabərdir, söz gəlməyib 95. İndi mən bunu özümdən atdım. Rəqəmlər gəlib axırda düz olmaya da bilər. Qaydasını öyrətmək üçündür sizə. Baxın, bu ortada toplama işarəsi var. Riyaziyyat söhbəti varsa hansısa sistemidir. Onluqdur da, düzdür? Ona görə bunun hamısını bərabərin nə varsa sağda solda hamısının üstünü qüvvətləyirik və hesablayırıq. Bayaq məsələn söz gəlmə 56 7-lik say sistemini onluğa gətirəndə 5 vuraq 7-nin üstü 1 yazırdınızsa, indi orada rəqəm də x-dir. Eyni şəkildə gətirib x-ə vuracağıq da. Yəni yazacağıq ki 5 vuraq x-in üstü 1, üstə gələk 6 vuraq x-in üstü 0. Üstə gələk 3 vuraq x-in üstü 1, üstə gələk 7 vuraq x-in üstü 0. Heç nə eləmədik, sadəcə x-ə vurub açdıq. İndi buranı da eyni qaydada. 9 vuraq x-in üstü 1, üstə gələk 5 vuraq x-in üstü 0. Aha, 5x burada var, üstü 0 1 eləyir, 6-ya da vurursaq özü olar. Üstə gələk 3x, üstə gələk yenə 7-nin özünü alarıq. Bərabərdir, burada da 9x, üstə gələk 5. Gəl baxaq görək nəyimiz qalırdı. Burada 3x-dir. 5x-in 3x toplasaq 8x eləyər. 6 ilə 7-yi toplasaq 13 eləyər. 9x plus 5 də buradadır. Məlumatlar məhsullar bir tərəfə keçsə, qalar x bərabərdir 8 qalmalıdır. Yəni 8x çıxaq 9x bərabərdir 5 də çıxaq 13-ə. Mənfi x bərabərdir mənfi 8, x bərabərdir müsbət 8-ə. Əgərəz sadə təmin edirsiniz də x-i tapırsınız. Bayaq ayağında rəqəm var idi. Onu da rahat idi hesablayıb tapırdıq. Ayağına x yazsa hesablayırıq ki, görə x nədir? Bu bir tipidir say sistemlərində. Bir də say sistemlərində öyrətmişəm sizə. Bir də nümunə yazım, siz onu həll eləyin. İkilik say sistemi, üstə gələk 212 üçlük say sistemi. Bunun cəmini indi istəyir bizdən 4-lükdə. Buyurun, bunu da yazaq. İlk cavab yazan ilk də izah edir. Ayşə Səmədovadan qova izah yazan varmı? Cavab yazan varmı yəni? Yoxdur bəli.
İzah eləyək bəlkə vaxt çox gedir. Yoxsa hesablayıb kitablayırsınız. Ayşə de görüm Səmədov Ayşə. Deməli, Deməli 0, 1, 2, 3, 4 deyə üstlərini qüvvətləyirik. Sonra 1 vuraq 2 üstü 4, 1 vuraq. O biləndi. Aha 2 üstü 4, 1 vuraq 2 üstü 3, 1 vuraq 2 üstü 2. Bir də sonda 1 olacaq o biri sıfırda saymayanda. Yəni. Bunu da hesablayırıq 29 eləyir. Bəlkə 29 eləyir. 16, üstə gələk 8, üstə gələk 4, üstə gələk 1. 24, 29 az sonra. Sonra Sonra yenə 212-ni də hesablayanda orada 2 vuraq 3-ün kvadratı 8. üzərinə gələk. 18 bəli. Sonra 1 vuraq 3-ün üstü 1, o da eləyir 3. Üstə gələk, orada da 2 eləyəcək. Üstü 0-ı nəzərə alın. O da eləyir neçə? Bunu hesablayanda 23. Aysa, 23. toplasaq bunları. Topla 52. 52 də elə bil 10-luqdadır. 4-yə keçəndə 4-ə bölürük. 52 4-ə bölsək. Deməli 5-in içində 13 böl- 13 dəfə qalıq 0. 13-ü də 4-ə bölsək 3 dəfə. 13 qalıq. Sən ben İçində yazanda sən 310 mu yazıbsan cavabına? Elə sən başqa cavab gördüm ona görə soruşum. Yaxşı. məndən sonra yazmışdım. Hə, deyirəm bax kimdə 301 gördüm. İndi sizə belə bir yol öyrəndim. Məsələn deyir ki 64 onluq ədədi ki, bəli. Bayaqki sualı. Mən yazmışdım. Hə, 301-i nəyə görə deyirik səhvdir? Sən indi gedişdə adlarını de görək harda səhv eləyibsən. Buraları başa düşürsən? Məsələn, onluğa gəl. 2, 3, 4 olmalı. 0, 1, 2, 3, 4. Biri yazmışıq orada. 0, 1, 2, 3, 4 yazmışıq. 0, 1, 2, 3. Bir yox. Bu deyil. İzah eləyim bir də. Mənim sıfıra vuruq deyə onu yazmamışıq. Orada xanım yəqin orada saçıb. Yaxşı, qoy bu izah hissəsini sileyim, təzədən bir də sileyim. Deməli, bax burada toplama əməliyyatı var deyə, tərəflərin hər biri onluğa gəlməlidir. Onluğa gəlmək üçün də 0, 1, 2, 3, 4 deyə nömrələdik. 1 vuraq 2-nin üstü 4, 16. 1 vuraq 2-nin üstü 3, 8. 1 vuraq 2-nin üstü 2, 4. Buna heç ehtiyac yoxdur. Niyə? Çünki aşağısı 0-dır və 0 nəyə vursaq 0 olacaq. 1 vuraq 2-nin üstü 0 ilə 1 eləyir. Toplasaq buradan 29 çıxar. Üstə gələk. Buranı hesablasaq 2 vuraq 3-ün kvadratı, 1 vuraq 3-ün üstü 1, üstə gələk 2 vuraq 3-ün üstü 0 olacaq. 9 2-yə də vursa 18, 3 burada, 2 də burada. 23 də buradan alarıq. Toplasaq bunları indi toplaya bilərik. Yəni onluq sayəsində 52 eləyəcək. 52 onluqdadır, amma bizdə burada 4-lükdə istəyirdi də. Böləcək 4-ə 13 dəfə qalıq 0, 13-ü də bölsək 4-ə 3 dəfə qalıq 1, 310 cavabını alarıq. Aha, baxın, deməli belə bir yol öyrədək sizə. Deyir ki, 64 onluq ədədi ikilikdə nəyə bərabərdir? 128 onluq ədədi ikilikdə nəyə bərabərdir? 16-lıq onluq ədədi ikilikdə nəyə bərabərdir? Diqqət, bircə dənə onluqdan ikiliyə keçidi aiddir bu dediyim qayda. Başqa heç bir say sistemindən hər hansı birine keçidi aid deyil də. 64 2-nin üstü neçədir? 6-dır. Deməli, 128 2-nin üstü 7-dir. 16 2-nin üstü 4-dür. Burada 6-yı görürük. 6 dənə 0 yazın. Bir dənə də 1 yazın. 2 üstü 7. 7-ni gördük. 7 dənə 0 yazırıq. Bir dənə 1 yazırıq. 4-ü gördük. 4 dənə 0, bir dənə 1. Yalnız və yalnız onluqdan ikiliyə keçəndə qüvvət ədədlərində olur bu. Nəsə kökən ədəd. Alo. Hacım. Nədir mövzun? Hə, yaxşı, mən girirəm dərsə girəcəm. Mən girəcəm, sən girinə.
Sual cavab eləyəcəm də başdan ümumi. Yaxşı Əmanur, yaxşı. Mən bacarmıram axı, bir dənə sən bacararsın, yaxşı. Hə, deməli nə dedik? Dedik ki, əgər ədəd üstü qüvvətdirsə, məsələn 512 onluq ədədini 2-liyə gələndə, 512 12 ədədini 2-liyə gələndə neçə dənə 0 olacaq indi? 9 dənə 0, 1 dənə 1. Məsələn, 32 onluq ədədinin 2-liyə gələndə 5 dənə 0, 1 dənə 1 olacaq. Bu belə dərsimiz də yekunlaşdı. Sağ olun. Gecəniz xeyrə qalsın. Telefonla danışdıqlarım da rekorda düşüb. Heç rekord yadımdadır. Sağ ol. Atacağım Classroom'a. Classroom'a atacağım. Sağ ol. Sağ ol mən. Sağ ol mən. Dersteyim diye adı boy verdin. Ha, yaxşı yazım. Onda bir yarım saat gözlüyün de. 15 dəqiqə çatmayacaksın. Yaxşı. Yaxşı, yaxşı. Sağ ol.